Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərdən bizi maraqlandıran sualların cavabını almağa çalışdıq. Bugün uşaqlarda Down sindromunun diaqnostikası və reabilitasiyasından danışacaq. Bugünkü müsahibim Referans Klinik Laboratoriya Mərkəzinin tibbi genetika uzmanı Arzu Quliyevadır. Xoş gördük Arzu xanım, necəsiz? Yaxşıyam, yaxşı olasınız. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirik. Bu arada bayramınız da mübarək olsun. Sizin də bayramınızı təbrik edirəm. Arzu xanım, bilirik ki, bir gün öncə Dünya Down sindromu fərqindəlik günü idi. Ümumiyyətlə, Down sindromu nədir və nəyin nəticəsində yaranır? Bəli, istəyirsiniz biraz əvvəldən başlayaq məlumata. Bizim genlərimiz, bizim genomumuzu təşkil edən genlərimiz bir növ məlumat kitabçasıdır. Bizim gözümüzün rəngidir, saçımızın strukturudur, xəstəliklərə olan meyilliyimizdir, yavaş və ya sürətli qaçmağımızdır. Bunların hamısını bizim genlərimiz təyin edir. Və genlərimiz 46 ədəd xromosomlarımızda cəmləniblər. Hüceyrəmizin nüvəsindədir bu xromosomlar və 46 xromosomun 23 ədədini anamızdan, 23 ədədini isə atamızdan alırıq. Lakin 21 nömrəli xromosom bəzən 2 kopya, yəni 2 ədəd deyil, 3 ədəd ola bilir. Və bu zaman biz Down sindromunun əlamətlərini müşahidə etmiş oluruq. Arzu xanım, bildiyimiz kimi hər hansısa bir tarixi günün yaranmasının müəyyən bir hadisə ilə əlaqəsi var. Bəs nəyə görə məhz 21 mart Down sindromu günü kimi qeyd olunur? Bəli, siz düz qeyd etdiniz. Bu təsadüfən seçilməyib əlbəttə ki. Çünki Down sindromunun digər adı da trizomi 21 olaraq gedir və mart ayı 3-cü ay olduğuna görə burada trizomiyə diqqət çəkilir. 21-i isə 21-ci xromosomun 3 ədəd olmasından irəli gəlir və buna görə də 21 mart məhz bu günü seçilib. Down sindromu dünya fərqindəlik günü olaraq qeyd edilir. Qeyd edilir. Aha. Down sindromlu uşaqların əsas xüsusiyyətləri, yəni əsas əlamətləri nələrdir? Bizə ilk dəfə Down sindromlu bir xəstə uşaq poliklinikamıza baş vuranda biz əvvəlcə onun xüsusi üz quruluşu diqqətimizi cəlb eləyir. Down sindromlu uşaqların üzləri yuvarlaq, gözləri badam şəkilli, yuxarıya doğru meyilli, gözlərin iç tərəfində epikantus dediyimiz qatlantılar görə bilirik. Gözlərinə daha diqqətlə baxdıqda gözün rəngli qismində, irislərində xırda ağ nöqtələr görə bilirik. Burun kökləri basıq olur, dil biraz normadan böyük olur, biraz kələ sümüyü daha yuvarlaq və daha ənsə hissəsindən düzləşmiş bir şəkildə olduğunu görürük. Down sindromlu uşaqların bir xüsusiyyəti də var. Düzdür, hər zaman rast gəlinməsə də əllərinin ovucularının iç səthində simyan xətləri dediyimiz xətlər olur. Yəni iki yox, tək köndələn xət şəklində biz görürük. Və eyni zamanda bu uşaqlarda bizim diqqətimizi cəlb edən əzələ tonusunun zəif olması görürük. Hipotonik olurlar Down sindromlu uşaqlar. Arzu xanım, ümumiyyətlə heç elə olurmu ki, sizin bayaq saydığınız hansı ki bu üzdə olan xüsusiyyətləri biz görməyə bilərik, amma insanda Down sindromu mövcud ola bilər? Bilirsiniz, əsasən 95% hallarda biz klassik trizomi 21-lə rastlaşırıq və burada sadəcə mən sizə uşaqların bizə ilk başvurduqlarında olan xarici görünüş əlamətlərini dedim. Burada eyni zamanda daxili orqanlarda da müəyyən dəyişikliklər gedir. Anadan gəlmə ürək qüsurları, mədə-bağırsaq sisteminin qüsurları, görmə eşitmə problemləri bu uşaqlarda çox rast gəlinir. Ona görə də bizə ilk müayinəyə gələn Down sindromunu xromosom analizi ilə təyin etdikdən sonra ki, burada 21 nömrəli xromosomdan 3 dənədir, 2 deyil. Bundan sonra biz ailə ilə genetik konsultasiya keçirdirik və onların növbəti aylarda hansı həkim müayinələrindən keçməsi gərək olduğunu onlara deyirik. Suala təkrar qayıtdıqda isə, bayaq mən qeyd etdim, 95% hallarda klassik Down sindromunu görürük. 5% hallarda isə translokasyon tipli və daha nadir hallarda mozaik tipli. Yəni, bəzi hüceyrələr 21 xromosomuna malikdir, bəzi hüceyrələrdə isə 3 ədəd görürük 21-i. Onların əlamətləri klassik
Down sindromlu uşaqlara görə daha səthi gedir. Bir maraqlı faktı da mən Fərdə xanım sizə qeyd etmək istəyirəm. Ümumiyyətlə sindromik uşaqlar təkcə Down sindromuna aid deyil bu. Yəni Down sindromu da daxil olmaqla. Onlar xarici görünüşcə öz bacı qardaşlarından çox bir-birlərinə bənzəyirlər. Bəli, bir-birlərinə bənzəyirlər. Bu çox doğru faktdır. Hamiləlik dövründə olunan genetik testlər Down sindromunu dəqiq müəyyən edə bilirmi? Fərdə xanım, sevindirici haldır ki, 15-20 il əvvələ qədər bizə əlçatmaz görünən genetik testlər hal-hazırda rutin olaraq laboratoriyamızda istifadə oluna bilir. Və biz hamiləliyin 10-cu həftəsindən etibarən bəli, tarama testi olaraq NIP testini bütün hamilələrimizdə profilaktik olaraq məsləhət görürük. Çünki NIP testi nəticəsində biz Down sindromu başda olmaqla 99% xromosom anomaliyalarını təyin edə bilirik. Daha sonraki mərhələlərdə isə hamilələrimizə ikili və üçlü testlər, eyni zamanda ultrasəs müayinəsi, bunlar aparıldıqdan sonra əgər hər hansısa bir şübhə yaranarsa, CVS-dən 10-cu həftədən yenə başlayaraq və ya amnion mayeəsindən 16-cı həftədən başlayaraq xromosom analizi və ya digər genetik testlər təyin edə bilərik. İkili, üçlü test qeyd elədiniz. Mümkünsə onu biraz açıqlayarsınız tamaşaçılarımız üçün. Bəli, ikili, üçlü testlər bunlar deməli ikili test 10-cu həftədən başlayaraq ananın qanından, ana serumundan götürülən deməli biomarkerlər və eyni zamanda da ultrasəs müayinəsi. Bunların birlikdə baxılmasıdır və orada olan risk faktorları aşkarlanması. Risk faktorlarının nəticəsində biz daha irəli səviyyəli genetik testlər təyin edə bilirik. Kim bilirsiniz? Aha. Down sindromlu bir uşağı böyütmək və genetik fərqliliklərlə necə başa çıxmaq olar? Yəni ailələrə tövsiyələriniz nələr olardı? Bəli, siz düz vurğuladınız. Down sindromlu uşaqları böyütmək həm sevgi, həm də xüsusi qayğı tələb edir. Bizim burada həkim olaraq birinci ailələrə məsləhətimiz çox erkən yaşlarda həm müdaxilənin, həm təhsilin, həm də reabilitasiyanın başlanmasıdır. Down sindromlu uşaqların toplumdakı digər uşaqlara görə görmə eşitmə problemləri, hətta bəzən qan xəstəliklərinə tutulma ehtimalları belə 10 dəfəyə qədər artıq risk daşıyırlar. Ona görə də birincisi mütləq genetik həkimin kontrolündə olmalıdırlar. Biz onlara mütəmadi 3 aydan bir, 3 yaşına qədər 3 aydan bir, daha sonra 6 aydan bir həm ümumi qan analizlərinə baxırıq, lazımi tövsiyələrimizi veririk, həm görmə müayinələrinin, eşitmə müayinələrinin vaxtında aparılmasını, eyni zamanda sizə müsahibənin əvvəlində qeyd etmişdim, ürək qüsurları çox olur Down sindromlu uşaqlarda, anadan gəlmə ürək qüsurları. Bu qüsurlarla doğulan uşaqların daha sonraki müayinələri, eyni zamanda Down sindromlu uşaqlar xüsusi pəhrizlə qidalanmalıdırlar, çünki çəki almağa meyilli olurlar. Bəli, burada həm fiziki inkişaf geriliyi, həm əqli inkişaf geriliyi olduğuna görə təbii ki, bütün Down sindromlu uşaqlarda bu eyni səviyyədə getmir. Lakin nə qədər erkən təhsilə, erkən dəstəyə ailə başlayarsa, Down sindromlu fərdlərin cəmiyyətdə öz yerini tapması, daha sərbəst bir şəkildə həyatlarını gələcəkdə sürdürə bilməsi adına bir o qədər asanlaşır. Bəli. Hamiləlik dövründə tövsiyə elədiyiniz genetik testlər nə üçün vacibdir? Hər zaman erkən müdaxilə və yaxud da profilaktika daha sonra xəstəliyi müalicə etməkdən daha asandır. Bu, həm mənəvi cəhətdən valideynlər üçün rahatdır, həm də maddi cəhətdən. Ona görə də mütləq hamiləlik dövründə biz profilaktik olaraq, əgər ailədə hər hansısa bir bilinən xəstəlik yoxdursa belə, genetik testlərin aparılmasını, əvvəlcə tarama testlərinin, daha sonra isə ehtiyac olarsa diaqnostik testlərin aparılmasını məsləhət görürük. Amma təbii ki, bu genetik müayinədən sonra deməli cütlüklərimizə, hamilələrimizə təyin olunmalıdır. Arzu xanım, genetik testləri ən çox kimlərə məsləhət görürsünüz? Yəni kimlər daha çox narahat olmalıdır? Hansı insanlar daha çox risk altındadır? Genetik testləri təyin etməzdən əvvəl mütləq birinci genetik konsultasiya aparılmalıdır. Çünki biz burada həm bizim test imkanlarımız genişdir və hər xəstəliyə görə, hər riskə görə biz eyni testləri aparmırıq. Ona görə də geniş, kapsamlı bir şəkildə genetik məsləhət, genetik konsultasiya aparılması hər zaman məqsədə uyğundur. Genetik məsləhət
məsləhətə ehtiyacı olan pasientlərimizi biz bir neçə qrupa bölə bilərik. Birinci qrupda bayaqdan da haqqında xeyli danışdığımız hamilələrimizdir. Burada həm heç bir risk faktoru daşımayan hamilələrdir, hansı ki biz onlara profilaktik məqsədlə məsləhət veririk və lazım gələrsə genetik testlər təyin edirik. Daha sonra isə ailəsində bilinən bir xəstəlik olan və yaxud da adı qoyulmamış bir xəstəlik olan hamilələr ola bilər ki, onlara da eyni zamanda genetik məsləhət apardıqdan sonra hansı yöndə testlər aparılmasını məsləhət görürük. İkinci bir qrup pasientlərimiz bunlar cütlüklərdir. Ya qohum evlilikləri bəzən ola bilir, bəzən isə ailədə artıq bir xəstə uşaqları olan, ya diaqnozu qoyulmuş və yaxud da qoyulmamış, genetik bir təməli varmı, yoxmu, onu bilmək istəyən valideynlərdir ki, növbəti hamiləliklərində bunu təkrarlanmasını istəmirlər. Bu cür cütlüklərə də biz genetik məsləhət tövsiyə edirik və çox da Azərbaycanda çox sevindirici bir haldır ki, çox müraciət edirlər. Mən son bir ayda bir neçə belə cütlüklər genetik konsultasiya aparmışıq. Daha sonra ailədə onkoloji xəstəliklərə meyillilik varmı, onu yoxlamaq üçün genetik məsləhət vacibdir. Çünki 50 yaşından gənc, ailədə bir neçə deməli onkoloji xəstəliyə sahib olan şəxslər varsa, burada artıq sağlam şəxslər yəni genetik məsləhət almaq barədə düşünməlidirlər. Eyni zamanda xəstələrin özündən də aparılması məsləhətdir. Çünki bu daha sonra onlara növbəti illərdə qarşılarına yenə növbəti bir xəstəliklə çıxa bilərmi? Xəstəliyin daha sonra təkrarlanma ehtimalı ola bilərmi? Bunu bizə deməli göstərə bilir. Arzu xanım, Down sindromlu uşaqların reabilitasiyaları hansı şəkildə aparılır? Bilirsiniz Fərdə xanım, Down sindromlu uşaqlarda biz neyroinkişaf girdikləri müşahidə edirik. Onlarda həm böyümələri, oturmaları, yerimələri, danışmaları yaşıdlarına görə daha gec baş verir. Buna görə də burada erkən dəstək çox önəmlidir. Yəni həm onların motor bacarıqlarının inkişaf etdirilməsi üçün, eyni zamanda danışa bilmələri üçün dil və danışıq terapiyası almaları, bayaq qeyd etdim, çəki almamaları üçün pəhrizin olması, eyni zamanda yəni bütün bu dəstəklərlə yanaşı həm fizioterapevtik, həm dietoloq dəstəyi, həm də psixoloji, dil və danışıq terapiyası mütləq hamısı yanaşı şəkildə aparılmalıdır. Bunların da yanı sıra bizim də təyin etdiyimiz müəyyən tibbi müayinələr, 3 aydan bir, 6 aydan bir olan müayinələrdən də mütəmadi olaraq keçdiklərində biz Down sindromlu uşaqların cəmiyyətə qazandırılmasına, adaptasiyasına nail ola bilirik. Ümumiyyətlə belə bir mənim özümə də maraqlıdır sual ki, Down sindromlu uşaqların nə vaxtsa normal insanlarla eyni dərəcəyə çatma ehtimalı, yəni sizin qeyd elədiyiniz bu reabilitasiyalarla normal uşaqlarla eyni dərəcəyə çatması mümkündürmü? Bayaq da qeyd etdiyimiz kimi neyroinkişaf geriliyini biz Down sindromlu uşaqlarda hər zaman görürük. Lakin IQ səviyyəsinin, əqli gerilik səviyyəsinin nə dərəcədə olması uşaqdan uşağa dəyişir. Yəni bu individualdır. Ona görə də erkən təhsil proqramı ilə, erkən dəstəklə onlar yaşıdlarına müəyyən miqdarda yaxınlaşmağa hər zaman deməli nail olmaq olar. Olar. Arzu xanım, bəs praktikanızda bu cür ailələrə genetik məsləhətlərinizdən bizə zəhmət olmasa birini, ikisini qeyd eləyərsiniz? Bəli, demək ailə bizə ilk müraciət eləyəndə biz artıq uşaqda Down sindromunu təyin etmişiksə, xromosom analizini aparmışıqsa və təyin ediriksə bu Down sindromudur, lazımdır ki, valideynlərə də mütləq xromosom analizi aparılsın. Valideynlərin ümumiyyətlə digər hamiləliklərində 1-1,5% arası yenidən Down sindromlu uşaq dünyaya gətirmək riski də vardır. Bütün bunlar haqqında biz valideynləri məlumatlandırırıq. Down sindromunun tipinə görə valideynlərdə test aparılması dediyim kimi lazımlıdır və eyni zamanda biz uşaqları bundan sonra nələr gözləyir, həyatın hansı dövrlərində, hansı aylarında valideynlərə tövsiyələrimizi veririk, yazılı bir şəkildə məlumatlandırırıq və onları mütəmadi olaraq öz klinikamıza çağırırıq, lazımi testlərini edirik. Belə bir sual ortaya çıxır, mənim özümə maraqlıdır. Ümumiyyətlə, sağlam valideynlərin
tam sağlam, bayaq qeyd elədiyiniz hər hansısa bir genetik tutaq ki, xəstəliyi olmayan valideynlərin Down sindromlu övladlarının dünyaya gəlməsi mümkündürmü? Olubmu yəni belə bir təcrübənizdə? Bəli, əsasən də bu 95% tam sağlam valideynlərin övladları Down sindromu olur. Burada bir neçə faktorlar var. Məsələn, birinci faktor ana yaşıdır. Ana yaşı artdıqca Down sindromlu övlad doğulma riski daha da artır. Bayaq onu qeyd eləyəcəkdim. Hə, mənim belə bir məlumat qarşıma çıxdı bir yazıda ki, yaşlı belə deyək, biraz daha doğrusu irəli yaşlarda qadınların dünyaya gətirdiyi uşaqlarda Down sindromu olma ehtimalı yüksəkdir. Nəyə görədir bu fakt? Tibbdə belə faktlar çoxdur. Müəyyən xəstəliklərdə ana yaşının irəli olması, müəyyən xəstəliklərdə ata yaşının irəli olması uşaqlarda müəyyən xəstəliklərin daha çox rast gəlinməsi ilə özünü göstərir. Məsələn, ana yaşının irəli olması ilə biz Down sindromunu daha çox bağlayırıqsa, ata yaşının irəli olması ilə axondroplaziya dediyimiz boy qısalığı ilə gedən xəstəliklər bunlar özünü büruzə verir. Bəli. Yəqin ki, siz də öz təcrübənizdə rastlamısınız. Məsələn, insanlar var ki, biz onlara bayaq dediyiniz səthi əlamətlərdən baxırıq, belə deyək, vizual əlamətlərdən baxırıq daha doğrusu. Görürük ki, o insanın üzündə Down sindromuna oxşarlıq sezirik. Amma təcrübədə o insanla danışıqda onun başqa heç bir əlamətini görə bilmirik. Yəni bu necə müəyyən oluna bilər ki, çünki üzə baxanda yenə deyirəm, vizual olaraq biz onda Down əlamətləri görürük. Necə bilə bilərik, yəni daha dərinliyini, xəstəliyin var o insanda yoxsa yoxdur? Bəli, bilirsiniz, ümumiyyətlə insanlar da müxtəlifdir. Yəni üz quruluşları bənzəyə bilər. Downa xas bayaq da qeyd etdim, gözlərin bir-birindən aralı olması, burun kökünün basıq olması kimi, üzün yuvarlaq olması kimi cəhətlər, yəni bu insanların boylarının qısa olması, əllərinin, ayaqlarının kiçik olması kimi xarici görünüşcə fərqləndirən onların cəhətləri var. Və bu formada olan başqa insanlar da təbii ki, ola bilər. Və bir də klassik Downdan əlavə mən sizə bayaq mozaik Downdan da qeyd etdim. Nədir o mozaik Down? Mozaik Down, yəni bütün hüceyrələrdə 47 ədəd xromosom görmürük, yəni 21 nömrəli xromosomdan 3 ədəd deyil. Bəzi hüceyrələrimizdə normal 46-dır, bəzi hüceyrələrimizdə yenə 47-dir. Və yaxud da ki, translokasiyon tipi də təbii ki, ola bilər. Yəni 21 nömrəli xromosomun 3 ədəd deyil, 2 kopya olması. 2 kopya və 3 kopya olması. Bu iki şəkildə rast gəlinir və bu zaman mozaik Downdan söhbət gedir. Bu şəxslərdə biz daha yüngül Down sindromu əlamətləri görürük. Belə də. Onlarda həm neyroinkişafları, həm əqli inkişafları klassik Down sindromuna görə daha yüngül şəkildə keçir. Aha. Ümumiyyətlə, Down sindromunu Arzu xanım neçənci aydan etibarən genetik testlərdə təyin etmək olur? Down sindromunu NIPT tarama testi ilə, screening testi ilə 10-cu həftədən etibarən biz təyin edə bilirik. Daha sonra şübhəli gördüyümüz hallarda isə CVS və yaxud da dölyanı mayenin alınması ilə 16-cı həftədən amnion mayesi müayinəsi apararaq daha dəqiq nəticəyə vara bilirik. Daha dəqiq diaqnostik testdir, çünki bunlar tarama testi deyirlər. Bu şəkildə dölün karyotipini, yəni xromosomlarını deməli bəlirləyirik və oradakı olan say anomaliyalarını və yaxud da quruluş anomaliyalarını görmə şansımız olur. Arzu xanım, son olaraq Down sindromlu uşaqların ailələrinə və cəmiyyətə məsləhətləriniz nələr olardı? Birinci olaraq mən o valideynlərə öz övladlarına sevgi ilə, qayğı ilə yanaşmalarını tövsiyə edərdim. Daha sonra isə bu Down sindromlu balalarımızın cəmiyyətə qazandırılmaları üçün, onların həyatlarını sərbəst bir şəkildə sürdürə bilmələri üçün onlara erkən yaşlarında başlayaraq həm təhsil, həm fiziksel terapi, həm fiziki terapiya, həm təhsil cəhətdən dəstək olmalarını tövsiyə edirəm. Eyni zamanda da genetik məsləhət, genetik konsultasiyaya gəlmələrini məsləhət görürəm. Çünki bu Down sindromu multidisiplinar bir yanaşmadır. Down sindromlu uşaqların müxtəlif tibbin sahələrindən əziyyət çəkirlər. Bayaq da qeyd etdim, eşitmənin, görmənin pozulmasından tutmuş, ürək qüsurlarından tutmuş, yemə pozulluqları da var, həmçinin qan xəstəliklərinə olan meyil artır. Ona görə də bizim tərəfimizdən multidisiplinar bir şəkildə Down sindromlu uşaqların idarə olunması hər
hər zaman daha məqsədə uyğundur. Mən Türkiyədə uzmanlıq eğitimini, təhsilimi alarkən bizim hocalarımız ildə 2 dəfə olmaqla Down sindromlu uşaqlara açıq qapı günü elan edirdilər və bu zaman onları növbədən kənar olaraq biz qəbul edirdik, onların şikayətlərini dinləyirdik və valideynlərə də tövsiyələrimizi verirdik. Çox sağ olun bir daha. Təşəkkür edirik Arzu Rica xanım. edirəm. Bugünkü maraqlıdır rubrikamız bayram həftəsinə təsadüf etdiyi üçün gəlin biraz Novruzun tarixindən danışaq. Novruz əsrlərin dərinliklərindən gəlib, bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə Fərvərdin ayının 1-ci gününə, Qriqori təqvimi ilə isə mart ayının 21-22-sinə və ya nadir hallarda 23-ünə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əksi mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir. Novruz bayramını qeyd etmək, təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vaviloniyada bu bayram Nisanın, mart və ya aprelin 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birinin öz ritualları, mərasim və ya ayinləri, öz əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunurdu ki, Novruz bayramı bizim eramızdan əvvəl 505-ci ildə yaranıb. İslam xadimləri bu bayrama hər zaman dini rəng verməyə çalışırdılar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avicenna, Nizami, Sədi, Hafiz və ya başqaları da təsdiq edirdilər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin siyasətnaməsini, Ömər Xəyyamın Novruznaməsini və başqalarını da qeyd etmək olar. Novruz bayramının mənşəyi onunla bağlı əsatirlər, miflərlə doludur. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirdilər. Novruz bayramını ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlamağa çalışdılar. İslam dini yaxın şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Novruz bayramı xalqımızın milli mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır. Bu bayramda hamınıza bahar əhval-ruhiyyəsi arzu edir. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi, bərəkət və firavanlıq gətirsin diləyirik. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun. Bugün kök hüceyrənin tətbiqi və müalicədə verdiyi effektlərdən danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center'ın nəzdində yerləşən Regim Baku Kök Hüceyrə Mərkəzinin rəhbəri, nevroloq, kök hüceyrə mütəxəssisi Aytən Əliyevadır. Xoş gördük Aytən xanım, necəsiz? Çox sağ olun Fərdə xanım, təşəkkür edirəm. Siz necəsiz? Çox sağ olun, sizi yenidən görməyə şadıq. Bu günləri ikinci dəfədir sizin efirinizdəyik. Çünki sizə çoxlu suallarımız var. Bizə maraqlı olan məlumatları sizdən almaq istəyirik bugün. Ümumiyyətlə, kök hüceyrə nədir və müalicəsi necə aparılır? Kök hüceyrə çox geniş bir anlayışdır. Bildiyiniz kimi tibbdə yenidir və bizim normada, yəni götürdükdə bizim orqanizmdə kök hüceyrələrimiz var. Amma sadəcə olaraq biz yaşa dolduqca kök hüceyrələrimiz azalır və bu kök hüceyrələrin azalması nəticəsində bizim bir çox xəstəliklərimiz başlayır. Və təbii ki, orqanizm əgər öz müdafiə sistemi güclüdürsə, bunların öhdəsindən gələ bilir. Amma təbii ki, yaşa dolduqca kök hüceyrələrimiz azaldığı üçün və xəstəliklər sayı daha da artır və biz bir çox dərman müalicələrinə ehtiyac duyuruq. Və bunun üçün orqanizmi tam sağlam tutmaq üçün xaricdən kök hüceyrə
daxil etmək lazımdır, tətbiq etmək lazımdır, belə desəm daha yaxşıdır. Və kök hüceyrə bizim funksiyası nədən ibarətdir? Kök hüceyrələr elə bir xüsusiyyətə malikdir ki, hüceyrələri bərpa etmə funksiyasına malikdir. Belə ki, zədələnmiş, öz funksiyasını itirmiş hüceyrələrə daxil olaraq onları yeniləyir və bərpa edir. Və bu funksiya əsaslanaraq bir çox xəstəliklərdə, cavanlaşmada, yəni bu hüceyrələrdən, kök hüceyrələrdən istifadə olunur. Və kök hüceyrələr bir çox mənbələrdən əldə olunur. Qeyd edim ki, dəridən alına bilir, yağ toxumasından alınır və ən çox bu dəqiqə istifadə etdiyimiz göbək bağından alınır və bundan başqa sümükliyindən bilirsiniz ki, bu artıq çoxdan istifadə olunur, amma indi hal-hazırda yenə də biz çox istifadə edirik sümükliyindən hazırlanan hüceyrələrdən. Ən çox məsələn idman zədələnmələrində, çünki bilirsiniz ki, məsələn çox zaman idmançılar belə deyim yağ təbəqəsi olmadığı üçün oynaq, bağlarda və tərlərdə zədələnmə olduqda, yəni biz onlara tətbiq edirik, yəni sümükliyindən alınan hüceyrələrdən. Kök hüceyrə terapiyasının ən çox istifadə edildiyi xəstəliklər hansılardır? Ən çox hansı xəstəliklərdə effektiv olur? Bildiyiniz kimi mənim ixtisasım nevrologiyadır. Yəni mən nevroloqam ixtisasca və əsasən nevroloji xəstəliklərdə daha çox istifadə olunur hal-hazırda. Amma bundan başqa, yəni ginekologiyada, oftalmologiyada, ortopediyada, estetik sahədə də geniş istifadə olunur. Sadəcə nevroloji xəstəliklərdə biz ən çox mezenximal kök hüceyrələrdən, mən ilk öncə dediyim kimi göbək bağından alınan kök hüceyrələrdən istifadə olunur və qeyd edim ki, ən çox istifadə edirik və xəstəliklərin nəticəsində çox effektiv bizə nəticə verir. Yəni bu tərəflər də var və qeyd edim ki, nevroloji tərəflərində, yəni hansı xəstəliklərdə ən çox istifadə olunur? Məsələn, ilk öncə autizmi qeyd etmək istəyərdim. Uşaq serebral iflici. Bundan başqa dağınıq skleroz. Özünüz bilirsiniz ki, hal-hazırda çox cavanlaşıb bu xəstəlik. Amiyotrofik skleroz, Parkinson xəstəliyi. Bundan başqa bir çox onurğa zədələnmələrində, yaralanmalarında biz istifadə edirik. Yəni diabetik neyropatiyalarda, yəni daha çox yəni bu nəyə əsaslanır? Həmin mezenximal kök hüceyrələr sinir hüceyrələrinə çevrilə bilmə qabiliyyətinə malikdir və sinir hüceyrələrini bərpa etmə qabiliyyətinə malikdir və buna əsaslanaraq bir çox nevroloji xəstəliklərdə də istifadə olunur. Düzdür, kök hüceyrənin əsas o xüsusiyyəti mən qeyd etdiyim kimi zədələnmiş hüceyrələri bərpa etmə xüsusiyyətinə malikdir və kök hüceyrələr həmin hüceyrələrdə zədələnmiş hüceyrələri bərpa etmə xüsusiyyətinə əsaslanaraq biz bu müalicələrə başlamışıq. Və ən çox da məsələn özünüz bilirsiniz ki, beyin funksiyalarının yaxşılaşması nəticəsində biz bu xəstəliklərin müalicəsini aparırıq. Belə ki, sinir hüceyrələrinə çevrilir, əzələ hüceyrələrinə çevrilir, onların bərpası gedir və bunun nəticəsində bizim pasientlər bizdən yaxşı effektiv nəticələr əldə edirlər. Və hamımıza məlumdur ki, həm autizm xəstəliyidir, həm uşaq serebral iflici. Burada məsələn dağınıq sklerozdur. Dağınıq skleroz xəstəliyi haqqında biraz danışmaq istərdim ki, burada həm baş beyin, onurğa beyin zədələnməsi ilə, yəni mərkəzi sinir sisteminin zədələnməsi ilə gedən bir xəstəlikdir və burada yəni həm beyin funksiyaları, yəni pozulması ilə müşahidə olunur ki, məsələn çox zaman pasientlərimiz gəlirlər hərəkət məhdudluğu ilə bağlı, qidalanmanın pozulması ilə, nitqin pozulması ilə bağlı və çox zaman gəlib bizə müraciət edən doktor artıq yemək yeyə bilmirəm, hərəkətim yaxşı deyil. Yəni əsas bu şikayətlərlə bizə müraciət edirlər və biz hüceyrələri tətbiq etdikdə bu pasientlərə əsasən vena daxili, bir də intratekal, onurğa daxili tətbiq olunur, bir də intranazal. Və belə tətbiq olunduqda burada bir də əsas xüsusiyyət nədən ibarətdir? Xəstəliyin dərəcəsindən. Xəstəlik nə qədər yüngül dərəcədə olursa, biz onda daha yaxşı effektiv nəticə alırıq. Amma xəstəlik ağırlaşdıqca təbii ki, nəticələr
hüceyrələrimizin də effektivliyi aşağı düşür. Ona görə mən hər zaman qeyd edirəm, pasientlərimiz nə qədər erkən mərhələlərdə bizə müraciət etsələr, bir o qədər yaxşı nəticələr əldə edəcəklər. Bilirsiniz ki, məsələn, autizm xəstəliyindən çox danışmaq istərdim və autizm xəstəliyi neyrobioloji bir xəstəlikdir. Bu elə bir xəstəlikdir ki, yəni hər kəs artıq bu xəstəlik haqqında məlumatlıdır. Yəni bu uşaqlar, yəni sosial həyatdan kənarlaşırlar, onların danışıqlarında problem olur, özlərinə qapanma problemi olur. Məsələn, nitq problemləri olur. Bəzən görürsüz bir neçə sözü bir neçə dəfə təkrar edirlər, özlərinə qapanmaları olur. Yəni bu uşaqların bundan başqa immun sistemi zəifliyi olur, mədə-bağırsaq sisteminin zəifliyi olur və biz bu uşaqlara vena daxili hüceyrələri və intratekal tətbiq etməklə biz həm sinir hüceyrələrinin bərpası, həm immun hüceyrələrin bərpası yəni aparılır və biz belə qeyd edim ki, çox gözəl nəticələr əldə edirik. Və mən qeyd edirəm ki, hər zaman 3-10 yaş arası nə qədər tez müraciət etsələr, 10 yaşından sonra da bəzən olur bizə pasientlər ki, 12 yaşında da müraciət edir, 18 yaşında da, amma artıq ağırlaşmış vəziyyət olur. Və ağırlaşmış vəziyyət olduğu üçün də bizim effektiv bu kök hüceyrə ilə müalicəmizin nəticəsi aşağı düşür. Ona görə nə qədər vaxtında müraciət etsələr, biz koqnitiv funksiya deyirlər, hansı ki, beyin funksiyaları və bu beyin funksiyalarının yaxşılaşması ilə əlaqədar, məsələn, görürsünüz ki, həmin uşaqlar artıq sosial həyata daha yaxşı formalaşırlar, nitq yaxşılaşır, yazı forması çox yaxşılaşır, artıq o uşaqlarla işləmək çox asanlaşır. Mən hər zaman qeyd edirəm, biz kök hüceyrə müalicəsini etsək belə, hər zaman reabilitasiyanı davam etdirin. Yəni bunlar həm uşaq serebral ifliclərində, həm autizmlərdə çox vacibdir. Yəni yanaşı getməlidir müalicələr. Bəli, müalicələr yanaşı getməlidir. Bəzən olur ki, həqiqətən biz kök hüceyrə ilə müalicə etdikdə heç dərman müalicəsinə ehtiyac olmur, amma hər zaman mən qeyd edirəm ki, orqanizmi də sağlıqlı vəziyyətdə tutmaq lazımdır. Yəni qidalamaya keyfiyyətinə baxılmalıdır. Burada hava faktoru var. Yəni sonra idman faktoru var. Hər zaman mən pasientlərə özüm də məsləhət görürəm ki, yəni bu tərəfləri də unutmayın ki, orqanizm sağlam olsun və hüceyrələrlə müalicə birlikdə, yəni daha effektiv, bəli, daha effektiv nəticə verir. Kök hüceyrə müalicəsinin insan orqanizminə uzun müddətli təsirləri nələrdir? Kök hüceyrə müalicəsinin bilirsiniz ki, təkcə xəstəliklər zamanı deyil, yəni sağlam insan da kök hüceyrə müalicəsindən istifadə edə bilər. Bu sizin uzun ömürlüyə gətirib çıxardır. Yəni sağlıqlı bir həyat tərzinə gətirib çıxardır bu kök hüceyrələrin vena daxili biz çox zaman tətbiq edirik. Vena daxili tətbiq etdikdə, yəni orqanizmdə sizin artıq kök hüceyrələr daha aktiv olur və sizin zədələnmiş hüceyrələr, öz funksiyasını itirmiş hüceyrələr bərpa olunur. Və bu bərpa nəticəsində siz bilirsiniz ki, insan yaşa dolduqca artıq onurğada problemlər olur, üz dərisi qocalır və digər xəstəliklər, ürək xəstəlikləri, qaraciyər, böyrək xəstəlikləri artır. Yəni ümumi götürəndə, yəni yaşa dolduqca artıq xəstəliklərin sayının artdığını biz görürük. Amma bunu təbii ki, heç bir insan istəmir. Hətta çox zaman düşünürlər ki, bizim yaşamaq müddətimiz 80-90 il, 90 hətta deyirlər çoxdur. Xeyr, belə deyil. İnsan 110, 120 ildə yaşaya bilər, amma çox sağlıqlı yaşaya bilər. Mən hətta qeyd edim ki, bunun şahidi də olmuşam ki, yəni bir sağlam insan istədikdə özünü sağlam tutmaq və sağlam yaşadıqca kök hüceyrələri orqanizmə tətbiq etməklə biz bunun qarşısını alırıq, qocalmanın qarşısını alırıq. Və yəni uzun müddətli bu təsirini göstərir. Təsiri də uzun müddətli olur. Məsələn, biz hər bir pasientə fərqlidir. Bir ay, məsələn, amma hüceyrələrin öz nəticəsini artıq bir ayında biz başlayırıq görməyə, tətbiq olunduqdan sonra. Bu, yəni 1 il, 2 il artıq özünü göstərir. Onu da qeyd etmək istəyirəm, hüceyrələr müxtəlifdir və hər bir hüceyrənin öz funksiyası vardır. Məsələn, dərdən alınan fibroblast hüceyrəsi haqqında deyə bilərəm ki, dərdən alınan fibroblast hüceyrəsi dəri cavanlaşmasında istifadə olunur və bu bizim öz fibroblastları,
elastin, kollagen sintezini artırır və bizim dərimiz cavanlaşmağa başlayır. Və mezenximal kök hüceyrələr vena daxili tətbiq etdi. Artıq bu bütün bizim orqanizmanın cavanlaşmasına özünü göstərir. Bundan başqa, məsələn, oynaq daxili, məsələn, kök hüceyrə biz tətbiq edirik. Bundan başqa onurğa bağlarına, vətərlərinə tətbiq olunur ki, onurğa ağrılarında ən çox istifadə etdiyimiz prosedurlardır. Bu da artıq həmin bağların, vətərlərin cavanlaşması, oynaqda qığırdağın bərpası, bağların, vətərlərin sağlamlaşması bərpasına gətirib çıxardır. Yəni tətbiqdən asılıdır və hansı hüceyrə, hansı xəstəlikdə necə istifadə olmalıdır. Amma burada mən onu qeyd etmək istəyirəm ki, mütəxəssis olmalıdır. Yəni kök hüceyrə edən, yəni hansı xəstəlikdə necə istifadə olunur kök hüceyrə və burada xəstəliyin dərəcəsi, pasiyentin yaşı, pasiyentin kilosundan çox şey asılıdır. Yəni bunun üçün artıq mütəxəssis tərəfindən seçilir, xüsusi müayinələr aparılır, həm qan təhlillərinə baxılır, həm MRT müayinələrinə, KT, rentgen müayinələri aparılır. Yəni bunların hamısı birlikdə aparıldıqdan sonra nəticələrə baxılır və ondan sonra həmin pasiyentin hüceyrəsi seçilir. Yəni bu tərəfdə. Kör təbii şəkildə deyil də, bir neçə prosesdən keçərək. Və ondan sonra biz deyirik, bu sənə dərəcəmiz, xəstəliyin dərəcəsinə biz baxırıq, bu sənə neçə il təsir edəcək, sən bundan hansı nəticələri alacaqsan. Yəni burada təbii ki, artıq yenə mütəxəssis. Hər kəsə görə fərqli dəyişir. Bəli. Yəni əgər doktor kök hüceyrə edirsə, kök hüceyrə haqqında geniş məlumata malik olmalıdır. Yəni mütəxəssis olmalıdır. Bəli. Kök hüceyrə müalicəsinin riskləri və yaxud da yan təsirləri varmı? Kök hüceyrənin yan təsirləri, riskləri yoxdur. Mən bayaq qeyd etdiyim kimi bir mütəxəssis tərəfindən aparılmalıdır kök hüceyrə tətbiqi. Yəni burada təbii ki, pasientlərimiz tam dərindən yoxlanmalıdır. Yəni bu tərəflər düzdür. Hal-hazırda bir çox məsələn mən eşidirəm ki, insanlar çəkinirlər kök hüceyrə tətbiqindən. Yəni qətiyyən çəkinmək lazım deyil. Burada bütün pasientlərin qan təhlilləri aparılır, MRT müayinələri aparılır, yəni bütün müayinələr aparılır. Və apardıqdan sonra anamnez toplanılır xəstələrdən. İlkin öncə pasiyentlər məsələn bizə müraciətdə ilkin öncə biz anamnez toplayırıq. Və topladıqdan sonra biz ona uyğun hüceyrənin, yəni hansı hüceyrə sizə uyğundur, biz onu necə tətbiq edəcəyik və siz bizdən nə nəticə alacaqsınız. Bunun haqqında pasiyentlər məlumatlı olmalıdırlar. Və heç bir əlavə təsiri yoxdur. Çünki mən bayaq qeyd etdiyim kimi biz uşaqlıqdan bizim orqanizmamız kök hüceyrələrdən ibarətdir. Sadəcə olaraq biz yaşa dolduqca kök hüceyrələrimiz azalır və azaldığı üçün də bizim artıq müqavimətimiz enir və müqavimətin enməsi nəticəsində biz xəstəliklərə qalib gələ bilmirik. Bir nüans qeyd edirəm. İki şəxs götürürük. Bir insanın həyat tərzi çox yaxşı, sağlam həyat tərzi keçirilir, qidalanması yaxşı. Hər bir tərəfdən insan özünə bir baxan insandır, yəni sağlıq tərəfdən. Digər insansı özünə baxmır. Və həmin insanların ikisini bir yerə qoyduqda biz baxırıq ki, o bir şəxs digər şəxsdən daha cavan görsənir və daha sağlıqlı görsənir. Və burada təbii ki, sual yaranır. Niyə? Və burada biz başa düşürük ki, digər şəxs öz hüceyrələrini daha aktiv formada, daha sağlıqlı vəziyyətdə saxlayır, digər şəxs saxlamır. Və hətta mən pasientlərimə kök hüceyrə tətbiq etdikdə ilk sözüm olur. Biz sənə kök hüceyrə tətbiq etdik və sənin bütün orqanizmavı, çünki biz orada elə elementləri yoxlayırıq. Əgər o elementlərin çaşılmazı varsa, bizim pasiyentimiz onu qəbul edəcək xaricdən və yəni orqanizmi tam sağlam bir vəziyyətə gətiririk. Əgər pasiyent buna əməl edəcəksə, təbii ki, o ömrün 10, yox, hətta 20-30 il özünü cavanlaşdıracaq. Bəli, təbii ki. Amma əməl etməsə, sağlıqlı həyat tərzini sürməsə, onda təbii ki, o geriyə doğru gedəcək. Yəni mən gəldim, kök hüceyrə elətdirdim, getdim və qorumadım heç nəyi, belə bir şey yoxdur. Təbii qoruma. Onda siz gərək hər zaman, hər il kök hüceyrə tətbiq etməlisiniz. Yəni, amma sağlıqlı həyat tərzi çox vacibdir. Yəni, insanlar düşünməlidirlər ki, bu hüceyrəni mən qəbul etdimsə,
artıq mən sağlıqlı bir həyata bir keçid almalıyam. Və bilirsiniz ki, məsələn bizim pasientlər 40, 50, 60 yaşında artıq çox bütün dünya bundan danışır ki, bir çox xəstəliklər cavanlaşır. Təbii hamı bilir ki, bu necədir, nə üçündür? Bu ekologiyanın pozulması, qidaların tərkibi, yəni hər bir şey, yəni insan vücuduna təsir edir. Hər zaman bu sözü sevirəm. Bir güldür, yəni bir canlıdır. Biz ona yaxşı suyun verdik, torpağın verdik, günəşin verdik, mineralların verdik. Həmin gül çiçək açacaq, çiçəklənəcək, daha yaxşı olacaq. Amma vermədik, solub gedəcək. Yəni insan orqanizmi də canlı bir orqanizmdir. Nə qədər yaxşı baxacaq, bizə bir o qədər minnətdar olacaq. Və geri dönüşü də bir o qədər yaxşı olacaq. Geri dönüşü də çox yaxşı olacaq. Ona görə daima özümüzü qorumalıyıq. Həmin öz orqanizmamızda olan kök hüceyrələri belə elə etməliyik ki, daima sağlıqlı olsun. Yəni bu tərəfləri də var. Kök hüceyrə müalicəsi zamanı ən çox hansı yaş qrup pasientləriniz olur? Yəni çoxluq hansılar təşkil eləyir? Kök hüceyrə tətbiq etdiyimizdə bizdə yaş qrupu, yaş məhdudiyyəti yoxdur. Amma qeyd edim ki, ən çox uşaqlardır və böyüklər də müraciət edir bizə. Uşaqlar arasında ən çox müraciət edənlər autizm, bir də uşaq sirbaiflici xəstələridir. Amma böyüklərdən dağınıq skleroz, yan amiotrofik skleroz, Parkinson xəstəliyinə görə ən çox bizə müraciət. Təbii ki, burada yaş qrupları var. Yəni hər yaş qrupundan bizə müraciət vardır və ona uyğun olaraq da bizim müayinələr aparılır. Bundan başqa mərkəzimizdə bizim oftalmologiya, ginekologiya, ortopediya, yəni tərəflərinin də müalicəsi aparılır və estetik sahədə də dəri cavanlaşması, orqanizmin cavanlaşması, qeyd edim ki, kombinə olunmuş müalicələrimizi də tətbiq edirik. Yəni burada yaş məhdudiyyəti də yoxdur və hər bir pasiyentə mütəxəssis tərəfindən müalicələr təyin olunur, müayinələr aparılır və ondan sonra hüceyrə tətbiq olunur. Professional bir yanaşma var mütəxəssislər tərəfindən hər bir pasiyentə. Ayten xanım, bilirik ki, kök hüceyrə müalicəsinin tətbiqində insanlar arasında bir çox yanlış fikirlər yayılıb. Ən çox yayılmış, yəni yanlış fikirlər, qarşılaşdığınız yanlış fikirlər hansılardır? Çox məyus edici bir haldır. Nə üçün? Çünki mən özüm də bu yaxında böyük bir tədbirdə iştirak edəndə insanların məlumatsız olduğunu gördüm. Yəni onun şahidi oldum. Onlar düşünürlər ki, yalnız estetik sahədə istifadə olunur. Xeyr, bu belə deyil. Yəni və estetik sahədə istifadə olunan hüceyrələr də tam təmiz hüceyrələr deyil. Bəzi xüsusi vitaminlər istifadə olunur. Yəni qeyd edim ki, yəni hüceyrələr, yəni insanın özündən də alına bilir, kənardan da yəni qəbul oluna bilir hüceyrələr. Məsələn, bunlara biz elmi dildə otoloq allogenik hüceyrələr deyirik. Otoloq hüceyrələr məsələn bizə müraciət olunanda belə ki, pasiyentin həm öz yağından, öz dərisindən istifadə olunur. Bu pasiyentin özündən alınan hüceyrələrdir. Digər hüceyrə isə Varton jelindən alınır, mezenximal kök hüceyrələr. Bunlar göbək bağından alınan hüceyrələrdir. Yəni qeyd edim ki, yəni bu hüceyrələrin məsələn çox zaman pasiyentlər mənə müraciət edəndə də doktor öz hüceyrələrim olsun, sanki bir fobiyası var kənar hüceyrədən. Bu qətiyyən belə olmamalıdır. Çünki biz mezenximal hüceyrələri göbək bağından alanda bu xüsusi bizim mükəmməl olan bir laboratoriyamızda alınır bu hüceyrələr və bu hüceyrələr bütün müayinələrdən aparılır, bütün müayinələr keçirilir, seroloji müayinələr, mikrobioloji müayinələr, yəni hər bir müayinələr aparılır və həmin hüceyrələr tam steril fonda, steril formada biz bunu pasiyentlərə tətbiq edirik və etdiyimiz prosedurlar əməliyyatxanada aparılır. Əməliyyatxanadakı olan sterillik şəraitinə görə və tam steril şəraitdə pasiyentlər
pasientlərə tətbiq olunur. Məsələn, bizdə çox olur xərçəng xəstələri də müraciət edib və biz xərçəng xəstələri təbii ki, onkoloqla konsultasiya aparılır və onların çox zaman bilirsiniz ki, onların ən çox orqanizmları çox özünü bərpa xüsusiyyətləri aşağı olur. Bəli, bərpa xüsusiyyəti aşağı olur və onların ehtiyacı olur kök hüceyrə müalicəsinə. Təbii biz onda baxırıq, onkoloq əgər məsləhət görürsə, rahat biz ona kök hüceyrələrimizi tətbiq edirik və heç bir qorxusu da olmur. Əslində üzdə cavanlaşır, orqanizm də cavanlaşır. Yəni tamamilə ən təhlükəli xəstələrdə belə tətbiq olunursa, bəli, hətta xüsusi bizdə hüceyrələr gətirilir ki, o hüceyrələrdə kanserə qarşı, xərçəngə qarşı immunomodulyatörlər vardır ki, onlar tamamilə xərçəngdən qoruyur. Və bundan başqa mərkəzimizdə xüsusi vena daxili terapiyalar aparılır ki, bilirsiniz ki, insan yaşa dolduqca onun hüceyrələrinin qocalma prosesi artır. Bundan başqa xərçəngə görə, məsələn, bilirsiniz ki, orqanizm müqaviməti düşdükdə xərçəngin də əmələ gəlmə tərəfi artır, ehtimalı çoxalır. Və bu zaman biz həmin IV terapiyalarda, biz ona IV vena daxili terapiyalarda aparırıq ki, pasientlərimiz tamamilə sağlıqlı həyatlarına qovuşsunlar. Yəni orqanizmi tam sağlam formaya gətiririk. Və bilirsiniz ki, məsələn, şəkərli diabet xəstələrimiz var, qaraciyər xəstələrimiz var, hansı ki, çox əziyyət çəkirlər və burada bizim mərkəzdə həm endokrinoloji müayinələr aparılır ki, və ondan sonra onlara xüsusi vena daxili terapiyalar biz tətbiq edirik ki, onda pasientlərimiz tamamilə, yəni həm burada nə olur? Həyat keyfiyyəti yaxşılaşdırılır, müalicənin effektivliyi artır. Yəni bu çox vacib bir tərəflərdir və biz bunu öz mərkəzimizdə aparırıq və tətbiq edirik. Aytən xanım, kök hüceyrə müalicəsi ilə bağlı ən son elmi nailiyyətlərinizi eşitmək istərdik. Ən son elmi nailiyyətlərimiz, qeyd edim ki, kök hüceyrə müalicəsi o qədər geniş bir anlayışdır ki, təbii ki, ilkin olaraq biz estetik tərəfdən başladıq, sonra oynaq ağrılarında istifadə olundu. Amma hal-hazırda ən çox nevroloji xəstəliklərdə istifadə edirik və həmin xəstəliklərdə aldığımız effektiv nəticələr bizim elmi nailiyyətlərimizdir. Və qeyd edim ki, hal-hazırda işləmlər aparılır ki, təbii ki, bizdə yox, Amerikada. Bizdə daima Amerika ilə birlikdə işlədiyimiz üçün bu tədqiqatlarla məlumatlanırıq. Çünki daima konfranslarda, beynəlxalq konfranslarda biz iştirak edirik və bir çox prezentasiyalar aparılır və dünya üzrə bütün doktorların kök hüceyrə müalicəsinin təcrübələri aparılır və onlar bir-biri ilə sıx əlaqədə oluruq. Yəni hər zaman bu hər il aparılır və yeni bir nailiyyət də vardır ki, artıq xərçəngin müalicəsi kök hüceyrələrlə. İndi hal-hazırda bəli o müalicə, yəni xərçəng necə bir xəstəlikdir, indi onun üzərində kök hüceyrələrlə tədqiqatlar aparılır. Yəni mən düşünürəm ki, yəni bu da böyük bir nailiyyət olacaq kök hüceyrələrlə. Və əsas odur ki, kök hüceyrə müalicəsi səbəbi aradan qaldırır. Xəstəliyin səbəbin. Məsələn, bizdə hər hansı bir nahiyəmiz ağrırsa, biz onu ağrı kəsici ilə dondururuq, amma səbəbi aradan götürmürük. Amma kök hüceyrə ilə müalicə etdikdə biz səbəbi aradan qaldırırıq. Bu bildiyiniz kimi adından göründüyü kimi də kökündən həll eləyir məsələni, belə deyək, kök hüceyrə ilə müalicə. Və xəstəliyin müalicəsində də ən vacib odur. Düzgün diaqnostika və səbəbi aradan götürmək. Əgər biz bu hər ikisini birlikdə etsək, təbii ki, nəticələrimiz də gözəl olacaq. Baxmayaraq ki, sizə suallarımız çox idi Aytən xanım. Sizdən bizə maraqlı olan sualları, tamaşaçılarımıza maraqlı olan sualları aldıq. Çox sağ olun, təşəkkür edirik. Sizi bir daha görmək ümidi ilə bugün sizdən sağollaşırıq. Mən də təşəkkür edirəm və izləyicilərimizə də nə sualları varsa, həm Instagram səhifəmizə, həm YouTube səhifəmizə yaza bilərlər. Təbii ki, hər biri cavablandırılacaq. Sizə də təşəkkür edirəm ki, belə gözəl suallar hazırlamışdınız. Çox sağ olun, bir daha təşəkkür edirik. Beləcə, bugünkü daha bir maraqlı buraxılışımızın sonuna gəlib çatdıq. Mütəxəssislərimizi ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrimizin mesaj bölməsinə yaza bilərsiniz. Çalışın, özünüzün və övladlarınızın sağlığını mütəxəssislərə etibar edin. Bugünlük sizlərlə sağollaşırıq. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.
Referans Medical Group'un baş sponsorluğu ilə Anam bilər bitdi.